Tibbi briefingdə xatırlayırsınız. Nə müsahibəsidir? Tibbin tərəfləri haqqında mən sizdən müsahibə istədim. Fevral ayının əvvəlindən təyin edin belə. Təşəkkürlər. Vüqar müəllim, hər vaxtınız xeyir olsun. Deməli, bir neçə gün öncə Ali və Nino kitab mağazalarının rəhbəri Nigar Köçərli status paylaşmışdı. O orada qeyd etmişdi ki, Liv Bonadera xəstəxanasında ona qarşı çox pis münasibət göstərmişdilər. Və bu məsələ ictimailəşmişdi. Sizin bundan xəbəriniz varmı? Əgər xəbəriniz varsa, bu istiqamətdə hər hansı bir tədbir görülübmü? Bununla bağlı sizin fikrinizi almaq istərdim. Mən çox üzr istəyirəm, amma Liv Bonadera özəl bir məsələdir və onun təbib tabeli fəaliyyəti mövcud deyil. Ona görə də mən bu suala cavab verməyim biraz uyğunsuz gəlir, amma Respublikada mən onu bildirərəm ki, bütün tibb müəssisələrimizdə, həm dövlət, həm özəl tibb müəssisələrində vətəndaşlarımız üçün hər bir xidmətin əlçatan olması üçün hər bir tibb müəssisəsinin rəhbərliyi çalışır və ola bilər ki, texniki qüsur olub və yaxud da hər hansı bir işçinin səhvi ucbatından belə bir hadisə baş verir. Mən inanıram ki, Libanada və digər müəssisələrdə belə halların qarşısının alınması üçün ciddi tədbirlər görülür. Çok sağ olun, teşekkür ederim. Sağ olun.